Salam, hər vaxtınız xeyir. Bugün cevizli sucuk veya Gürcü xalqının adlandırdığı çurç xeyli hazırlayacağım. Hazırlanma qaydası çox da çətin deyil, asandır. Əgər dediklərimə riayət edərsinizsə, onda sizdə də alınar. Qozlu, mən hazırladığım qozlu çurç xeyladır. İnanın ki, ləzzətli olur. Mütləq hazırlayın, sınayın. Keçirəm hazırlanma qaydasına. Mən 400 qram qara üzüm götürmüşəm. Kişmiş üzümüdür, çəyirdəyi yoxdur. Blender vasitəsilə doğrayıram. Daha sonra süzgəcdən keçirirəm. Süzgəcdən keçirmək üçün lapatkadan istifadə edirəm bu şəkildə. Üzərinə biraz su töküb yenə istifadə edirəm. Lapatka ilə tam hamısını süzgəcdən keçirirəm. Daha sonra qoyuram bir kənara, keçirəm mən qozu ipə düzməyə. İpi bu şəkildə əvvəlcə düyünləyirəm sonunu, daha sonra qatlayıram və bu şəkildə göstərdiyim şəkildə edin. Bir də diş çöpündən istifadə edirəm ki, qozlar, yəni ipdən düşməsin. Çöpdən istifadə etdikdən sonra, axırına çöp bağladıktan sonra iynə ilə qozun orta hissəsindən keçirirəm. Yavaş bir şəkildə etmək lazımdır ki, qoz əzilməsin, qırılmasın. Əgər qırıqlar varsa, mən o biri iplərdə qırıqlardan da istifadə etmişəm. Heç bir dəxli yoxdur ki, gərək qoz bütöv olsun. Yəni qırıqlardan da istifadə etmək olar. Sadəcə video üçün səliqəli olsun deyə mən irilərini bu şəkildə yığdım. Qozları ipə düzdükdən sonra keçirəm şirənin hazırlanmasına. Mən şirənin hazırlanmasında şəkərdən istifadə etmədim. Çünki üzümün şirin olduğunu düşündüm və istifadə etmədim. Əgər istifadə etmək istəyirsinizsə 4 xörək qaşığı şəkərdən istifadə edə bilərsiniz. Üzüm şirəsinin üzərinə məndə harca 400 milli oldu. Üzərinə 4 dolu xörək qaşığı nişasta tökdüm. Məndə qarğıdalı nişastasıdır. Qoyuram əvvəlcə bu şəkildə qaynayır. Arada qarışdırıram. Yenə qoyuram ki, qaynayır. Qatılaşmasını gözləyirəm daha doğrusu. Bu şəkildə görürsüz uzanır artıq. Bu şəkildə olduqda demək ki, hazırdır. Qoyuram pəncərənin qabağına və soyuyur. Arada tez-tez qarışdırıram. Tam da soymasını, ilıq şəkildə olmasını gözləyirəm. Artıq burada hazırda görürsüz lapatka vasitəsilə edirəm, yəni tez birləşmir. Daha sonra hazırladığım sucukları, qozlu sucukları salıram içərisinə. Bu şəkildə hər tərəfinə dəysin deyə qarışdırıram. Sucukların hər tərəfinə dəysin və qaldırıram. Bir yerdən asıram. Yenə ikinci dəfə yenə sizə göstərirəm. Çətin deyil, asandır. Sadəcə qaydalara riayət eləmək lazımdır. Bu şəkildə hər tərəfinə dəysin deyə qarışdırıram. Məndə biraz az oldu. Az olduğuna görə də çətinliklə hər tərəfini edirəm. Əgər çox edərsinizsə, onda asanlıqla içərisinə salıb çıxartmaq asan olur. Bu şəkildə. Və gördüyünüz kimi hər tərəfinə dəydi sucukların və asıram mən kuxna şkafının qulplarından. Asıram bu şəkildə. Altına da padnos qoya bilərsiniz. Çox da damcılamır, yəni tökülmür, amma yenə də padnos qoya bilərsiniz. Və bu şəkildə asdıqdan sonra mən 2 gün gözlədim. 2 gündən sonra sucukları yığdım. Bu şəkildə alındı. İnanın ki, dadı mükəmməldir. Hazırlanması asandır. Mütləq sınayın. İzlədiyinizə görə təşəkkür edirəm.